Allah bu dünyada İmam Rıza Aleyhisselamın o səfalı qəbrinin ziyarətindən, qiyamət günü o həzrətin şəfaətindən bizi məhrum eləməsin inşallah. Təsəvvür eləyin ki, gətirirlər İmam Rızanı Mədinədən və elə yollarla aparırlar ki, hər yerdə də nəzarət edirlər bütün görüşlərinə. Nişapura çatanda səs yayıldı ki, İmam Rıza gəlir bu şəhərə. Bu məsciddə indi burada toplaşan adamlardan neçə dəfə artıq, bəlkə də məsələn 10 minlərlə adam toplaşıb, qələm əlində oturub ki, nə bəlkə bir söz desin, onu qeyd eləyək İmam Rıza. İmam Rıza da əzəmətlə Kəzavərin üzərində gəlir və insanlar da oturub gözləyir ki, indi nə deyəcək. Deyir, dayanır, Kəzavənin pərdəsi çəkilir, İmam Kəzavənin üzərindən bu sözü deyir, bir neçə cümlə sözü deyir və sonra yoluna davam edir. Deyir, mən atam Musa ibn Cəfərdən, o atası Cəfər ibn Muhamməddən, o atası Muhammed ibn Əlidən, o atası Əli ibn Hüseyndən, o atası Hüseyin ibn Əlidən, o qardaşı Həsən ibn Əlidən, o atası Əli ibn Əbu Talibdən, o qardaşı Peyğəmbərdən, Peyğəmbər də Cəbraildən, Cəbrail də Allahdan nəql eləyir ki, Allah buyurur, kəlimətü la ilahə illallah hisni, fəmən dəxələ hisni əminə min əzabi. Allah deyir ki, la ilahə illallah kəlməsi mənim qalamdır, kim bu qalaya daxil olsa əzabımdan amandadır. Cəmaat baxır ki, elə bunu ki biz eşitmişdik, çox eşitmişdik. Biz dayanmışıq, qələm əlimizdəki ki, görək bu nə danışacaq, bu bunu dedi. Tohidin, elə Peyğəmbər dəvətə başlayanda dedi, qulu la ilahə illallah tuflihu, deyin la ilahə illallah nicat tapın. Dəvə biraz hərəkət elədi, gördülər, dayandı. Dayandı, dedi, bi şərtihə və şurutihə. Amma onun şərtləri var və ənə min şurutihə. Və mən onun şərtlərindən biriyəm. Bunu dedi və yolunu davam elədi. Dedi ki, Tohidin şərtləri var, Allaha getməyin şərtləri var, bunlardan biri də mənəm. Bunu dedi və getdi. Bu hədis kifayət qədər sadə, amma dolğun bir hədis idi. İnsanlara silsilətü zəhəb niyə deyirlər bu hədisə? Qızıl silsilə. Allaha gedən yolu, ipi anlatdı ki, hardan gedin. Bu asan məsələ deyildi. O cəmaat da orada toplaşmışdı. Onlar Əhl-i-Beyt məktəbinə aid deyildi çox. Onlar Əhl-i-Beyt məktəbinə aid adamlar deyildi. O silsiləni xatırlatdı. Tohidi deyən kimi dedi, mən tohidin şərtiyəm. Bu balaca iddia deyil. İndi imamət haqqında cild-cild kitab yazılıb, bizə adı gəlir ki, hə, imamətsiz tohid olmaz. Bu özünə deyir ki, Allaha inanmağın şərti mənəm.